X maddəsi maddə miqdarı A-dır. Reaksiya daxilində hidrogen 2A. Yəni burada 1-in 2-yə nisbət var. Azotun hidrogenlə reaksiyasından 1-in 3-ədir. Bu bilirik. Bu olmadı. Oksigenin reaksiyası, yəni H2 üstəgəl O2 2H2O. Burada 2 yazırıq. Elə camımız yəni ki O2 olacaq. Kalyumla hidrogenin reaksiyasından kalyum H'dır. Burada kalyum 2 oldu. Bizdə hidrogen 2 dəfə çox olmalıdır. Mis 2 oksidlə 1-in 1-ə gedir reaksiya. Mis və su əmələ gəlir. Wolfram 6 oksidlə də hidrogenin reaksiyası. Wolfram və su alınır. Burada 3 1-in 3'dür. Yəni olmayacaq. Cavab B variantı.